İndi qız bürcündə olan insanlara eşitmək istəyirsiniz də bilirəm. Bax, sənə bir dənə söz deyim. Qız bürcü həyatda rəqib tanımayan insandır. Yadında saxla, ən sahiblənən insanlardan dedi qız bürcündə olan insanlar. Qızın həyatına addım atdınsa, qız nə dedi odur. Qızlar, qız bürcündə olan insanlar duyğusallığı tam başqa cür analiz edirlər. Bizə necədir? Mən sənə bir dənə söz deyim. Qız bürcü qısqancdır, çox qısqancdır. Səni həyatına salacaq, səni sevəcək, sənə dəyər verəcək, səni xoşbəxt edəcək, amma səndən bir tələbatı olacaq qız bürcünün. Bax, bunu unutmayın. Qız ki, sənin həyatına girən bir gündən bütün diqqətini qıza verməlisən. Amma o qız bürcündə olan insanların o dürüstlüyü var ha, sevməyinə nə demirəm. O qız bürcündə olan insanın dürüstlüyü var, o dürüstlüyünə görə heç vaxt həyatda şansı gətirmir onların. Heç vaxt xoşbəxt olmurlar onlar. Amma qız bürcündə olan insanın da sevgisini yaşayan insan başqa bir bürcədə aşıq ola bilməz. Mən də bunu qəşəng bilirəm. Qız bürcü, sən nadir duyğusal insandır. Həyatın öz güvəni var ya onlarda. Onlarda realizm var, onlarda aktuallıq var, onlarda humanizm var. Qız bürcündə olan insan sənə bir xoşbəxtçiliyi verər ki, dünyada sən xoşbəxt edərdi. Amma bəzən elə bir parazitlər olur, çıxır qız bürcünün həyatına onu bədbəxt deyir. Qızın ağlını götürməyin. Vallahi bədbəxt olarsınız. Qız bürcündə olan insanlar var ha. Demirəm, qarğış edirlər, yox. Amma bizən deyirlər, Allah Taala ən çox istədiyi bir işdə onlar da. Qızın 5 yaşında uşağın ürəyi kimi ürəyi var. Sən elə bir həyat verəcək ki, sən ondan sonra o həyatı dadmayacaqsan.